Bu dəfə axşamdan qalan püreni dəyərləndiririk. Pürenin üzərinə göyərtilər əlavə edirik. Qaynadılmış, didilmiş toyuq əti, un əlavə edirik. Ədviyyatlar zövqə görə, biraz duru yağ və bir yumurta əlavə edib yaxşıca yoğururuq. Tam yoğurduqdan sonra kotlet formasını verib qızğın yağda qızardırıq. Mən sizə tam bişmiş formasını göstərə bilmədim, unutdum. Mən çəkmək istəyəndə bitmişdi kotletlər. Ona görə sizə gedişatını göstərirəm. Hazırlayan hər kəsə nuş olsun, ləzzətli dadlı alınır. İsrafa yol verməyək. Axşamdan qalmış püreni də belə dəyərləndirdim. Hər kəsə nuş olsun.